Dostlar, yeni bu cür kokteyl çəkən maşınımız gəlibdir. Butulka formasında qutludur. İki qapağı var. Bu çəkmək üçündür və bu isə istifadə etmək üçün, içmək üçün qapağı və üzərində bir ədəd belə elastik turbuskası var. İstifadə olunur, baxın. Belə altı bıçaqlıdır. 2 dəfə düyməni vuranda işləyir, bir dəfə vuranda sönür. Test üçün bu videonu çəkirik. İlk öncə meyvələri üzü aşağı doldururuq. Üzərindən su tökülür. Mütləq qeyd edeyim ki, maye olmalıdır. Su, süt, yaxud digər içki, ancaq maye mütləq olmalıdır içində. Quru çəkmiş. Üzərindən istədiyiniz kimi başqa meyvələr dadlandırıcı yaxud şeylər ondan da belə tökə bilərsiniz. Mən indi test üçün bir videonu çəkdiyim üçün yalnız bir meyvədən istifadə edirəm. Möhkəm bağlayırıq və üzü üstə çeviririk. İlk öncə işlədirik. 2 düyməni vururuq. Yaxından göstərək. Belə asırıq. İstər bu qapağını bağlayıb butulka kimi istifadə edə bilirsiniz. Turbuska ilə içə bilərsiniz. İstərsə də süzə bilərsiniz. Hər hansı bir bakalım. Görün necə gözəl çəkdi.